Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün mən masada vəsəlim şəxsi tikili belə bir gözəl bir 2 mərtəbəmizdə mən tanışdırıram. Evimizin sağ tərəfində də, sol tərəfində də yenə də əlavə torpaq sahəsi saxlanıb görəkə bilərsiniz. Evimizdə yaşayış olmayıb, çoxdan tikili evdir. 1, 2 hamısı manat betonla təsis olunub. Evimizin arxa tərəfində keçidi var. Pəncərə rəşötkənin təsis olunub, qazı, su, işıq, mərkəzi kanalizasiya tam qaydasında tam yaşayış olan bir ərazidir. Evimizin sağ tərəfində mətbəxdir. Mətbəx mebelində kimi yığılıb, düz yaşayış olmayıb. Onu xatırladı. Pəncərəsi birbaşa öz həyətinə baxır, hörmətli kanal izləyicilərimiz. İkinci mərtəbədə qalxan pilləkəndir. Burası evimizin qonaq otağıdır. Bax, belə bir mükəmməl bir qonaq otağıdır. Fərqli bir teksturada remont olunub. 1-də 2-də manat beton və kolonla inşa olunmuş evimizdir. Evin də torpağın tam bir sənədləri qaydasındadır. Burası birinci mərtəbə aid olan sanat ayağı uşağıdır. Və indi isə mən sizə ikinci mərtəbəsindən tanışdırım. Optik internetdə kimi var, qaz, su, işıq, mərkəzi kanalizasiya, bunlar hamısı tam qaydasındadır. Evimiz isə Masacada 3 nömrəli məktəbin yaxınlığında yerləşir. Kombisidir, işləh vəziyyətdə hörmətli kanal izləyicilər. Birinci mərtəbə istipolla olduğunu yoruldu. Pətəklər qoyulmayıb, amma ikinci mərtəbə pətəklər qoyulub. Burası isə bir yataq otağı bax, burada mövcuddur. İkinci yataq otağı burada mövcuddur, hörmətli kanal izləyicilərimiz. Və burada isə üçüncü yataq otağıdır. Birbaşa pəncərəsi də otaqlar hamısı öz həyətinə baxır. İnşallah ev olmayan insanda Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa sonra birinci növbədə tanış ola biləsiniz.